Salam dəyərli izləyicilər, xəbər verdiyimiz kimi bir neçə gün əvvəl TikTok platformasında qanunsuz əməllərə yol verən Velizar Official adlı səhifəni idarə edən Salman Məmmədov həbs edilib və Qaynar Infonun məlumatına görə fevralın 2-sində həbs olunan 1996-cı il təvəllüdlü Salman Məmmədovun məhkəmə ifadəsi məlum olub. Qeyd edək ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 381-1.1.1-ci informasiya ehtiyatında informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi maddəsi ilə protokol tərtib olunub və Salman Məmmədov məhkəmə iclasında özünü təqsirli bilərək deyib ki, uzun illər Türkiyədə yaşayıb və sosial mediada canlı yayımlar açıb. Azərbaycana gəldikdən sonra burada da canlı yayımlar açıb və bir neçə blogerlə yarış şəklində oyunlar təşkil edib. Nalayiq ifadələrdən istifadə edib, həmin ifadələrin qadağan olduğunu bilməyib. Bunu bildikdən sonra isə istifadə etməyib. Həmçinin qeyd edib ki, TikTokda bir neçə xəstə şəxsin müalicəsi və əməliyyatı üçün pul yığılmasına köməklik göstərib. O əməlindən peşman olduğunu bildirib və bir daha belə hallara yol verməyəcəyinə söz verib. Qeyd olunanları nəzərə alaraq ədalətli qərar əməlindən peşman olduğunu bildirib və bir daha belə hallara yol verməyəcəyinə söz verib. Qeyd olunanları nəzərə alaraq ədalətli qərar verilməsini xahiş edib. Məhkəmənin hökmü ilə Salman Məmmədov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 30 gün həbs qərarı verilib.